İnsanların evdə çox qalmaması lazımdır. Hətta heç bir işləri olmasa belə. Çünki uzun müddət evdə qalmaq beyni tənbəlləşdirir və insan davamlı olaraq təkrarlanan düşüncələr içərisində olur, keçmiş səhvlərini düşünməyə başlayır, neqativ düşüncələr içərisində boğulmağa başlayır. Bu hal isə psixologiyada ruminasiya adlanır, yəni təkrarlanan düşüncələr. Ümumiyyətlə, evdə qalan insanlar fiziki olaraq tənbəl insanlar deyirlər. Sadəcə zehni olaraq yorğun insanlardır. O, çölə çıxmaqdır və yaxud da ki, yaxınlıqdakı marketə getməkdir, dostları ilə görüşməkdir. Bir müddətdən sonra bu insanlara artıq zəhmətli gəlməyə başlayır. Yalnız başına evdə oturmağa, telefondakı videoları çevirməyə və yaxud da ki, gecə-gec saatlara qədər oyaq qalmağa artıq öyrəşirlər. Bu insanlar dincəldiklərini düşünürlər, ancaq həyat enerjilərini azaltdıqlarının fərqində deyirlər. Əgər sizdə də bu hallar varsa, bu zaman psixoloji dəstək ala bilərsiniz.